Hörmətli cənab prezident, hörmətli qonaqlar, xanımlar və cənablar. İlk növbədə cənab prezident sizi bir daha səmimiyyətlə salamlayıram. Azərbaycana xoş gəlmisiniz. Mən şadam ki, bizim aramızda siyasi diyaloq müntəzəm olaraq aparılır. Keçən ilin aprel ayında mən Berlində səfərdə olarkən sizinlə görüşmüşdüm. Və şadam ki, mənim dəvətimi qəbul edib, siz Azərbaycana rəsmi səfərə gəlmişsiniz. Söhbət əsnasında həm təkbətək görüşdə, həm nümayəndə heyətlərinin iştirakı ilə apardığımız danışıqlarda Almaniya-Azərbaycan əlaqələrinin gələcək inkişafı müzakirə edilmişdir. Mən tam əminəm ki, bu səfər bizim əlaqələrimizə yeni müsbət təkan verəcəkdir. İqtisadi sahədə əldə edilmiş nəticələr bizi təbii olaraq ruhlandırır. Çünki bu ilin yanvar-fevral aylarında bizim ticarət dövriyyəmiz təxminən 3 dəfə artıb. Bunun əsas səbəbi Azərbaycandan Almaniyaya ixrac edilən xam neftin həcminin artması olmuşdur. Ona görə biz hesab edirik ki, gələcək illərdə biz öz ticarət dövriyyəmizin şaheləndirilməsi ilə bağlı daha fəal addımlar atmalıyıq. Xüsusilə bərpa olunan enerji sahəsində, hardakı Almaniya şirkətlərinin çox böyük təcrübəsi var. Azərbaycanın da çox böyük proqramı, planları var. Biz xarici investorların sərmayəsi hesabına 2030-cu ilə qədər bərpa olunan enerji növlərinin istehsal gücünü 6 gigavata çatdırmaq fikrindəyik və bu tam realdır və bunun bir hissəsi Avropaya ixrac ediləcəkdir. Keçən il bildiyiniz kimi Azərbaycan COP29 beynəlxalq iqlim konferansına ev sahibliyi etmişdir. Bu istiqamət üzrə də bizim Almaniya ilə çox fəal əməkdaşlığımız olub. COP29-da 77 mindən çox iştirakçı qeydiyyatdan keçmişdir. 197 ölkəni təmsil edən iştirakçılar və böyük uğurlu nəticələrlə zəngin idi bu konferans. Yeganə iştirak etməyən ölkə Ermənistan olmuşdur. Bu da təbii olaraq təəssüf hissi doğurur. Çünki xüsusilə indiki şəraitdə ki, Azərbaycan-Ermənistan arasında normallaşma prosesi uğurla getdiyi bir zamanda Ermənistan tərəfinin bu beynəlxalq konferansı boykot etməsi başa düşülən deyildi. Bugün bu məsələdə müzakirə olundu və Azərbaycanın mövqeyi Almaniya tərəfinə çatdırılmışdır. Azərbaycan 30 il ərzində erməni işğalından əziyyət çəkmişdir. Bizim xalqımız etnik təmizləməyə məruz qalmışdır. 1 milyon Azərbaycanlı erməni aqressiyasına görə evsiz, eşiksiz qalmışdır. Və torpaqlarımızın təxminən 20%-i işğal altına düşmüşdür. Əfsuslar olsun ki, beynəlxalq təşkilatlar bu məsələ ilə bağlı ciddi addım atmamışlar. Azərbaycan bu münaqişəni və beynəlxalq hüququ özü döyüş meydanında və siyasi müstəvidə həll etmişdir. Və məhz bu tarixi zəfərimiz sülh danışıqlarına yol açmışdır. Və hesab edirəm ki, bugün Azərbaycan və Ermənistan sülhün əldə edilməsində kifayət qədər bir-birinə onların mövqeləri yaxınlaşmışdır. Eyni zamanda digər beynəlxalq məsələlər bugün müzakirə edildi. O cümlədən Amerika, Avropa İttifaqı gərginliyi, Rusiya, Qərb gərginliyi, bütün bu məsələlər təbii olaraq bütün dünyaya təsir edir və səmimi fikir mübadiləsi aparmaq mənim üçün çox önəmlidir. Bir daha demək istəyirəm ki, bu səfərin əminəm ki, çox müsbət nəticələri olacaqdır.
İkitərəfli münasibətlərimizin tarixində bu Almaniya prezidentinin Azərbaycana birinci rəsmi səfəridir və əminəm ki, səfərin yekunları bizim ölkələrimizi bir-birinə daha yaxın edəcəkdir. Bir daha xoş gəlmişsiniz. Hörmətli həmkarım cənab prezident, səmimi dəvətə görə dərin təşəkkürümü bildirir, bütün Alman nümayəndə heyətinin adından göstərilmiş qonaqpərvərliyə görə təşəkkür edirəm. Çox ürəyimizcə oldu. Siz qeyd etdiniz ki, Azərbaycanda birinci dəfə deyiləm, lakin bu vəzifədə ilk dəfədir ki, gəlirəm. Prezident kimi ilk dəfədir ölkənizdə səfərdəyəm. Əvvəllər Azərbaycanda dəfələrlə olmuşam, amma axırıncı dəfə 2016-cı ildə səfər etmişdim və artıq 9 il keçir. Hazırda dünyada vəziyyət çox sürətlə dəyişir və geosiyasi baxımdan 9 il ərzində o qədər dəyişikliklər olub ki, 2016-cı ildə ölkənizə səfərim mənə artıq uzaq keçmiş kimi görünür. Şadam ki, bugün yenidən gəlib görüşdük və çox geniş fikir mübadiləsi apara bildik. Əslində, həmişə bu mübadiləni aparmışıq. Bakıda olmasa da başqa yerlərdə görüşmüşük. Telefonla söhbət etmişik. Münhen Təhlükəsizlik konferansında görüşmüşük. Eləcə də sizin Berlinə səfərinizi yaxşı xatırlayıram. Keçən ilki görüşdə müzakirə apardıq və bugün şadam ki, səfərinizə cavab olaraq ölkənizdəyəm. Cənab prezident, biz ölkələrimiz arasındakı münasibətlərin tarixi haqqında danışmışıq. Əvvəla, Şvabiyalı kəndlilərin burada, Azərbaycanda məskunlaşmasını, şərabçılıq ənənələrinin yaratmasını xatırlaya bilərik. Onlar kənd təsərrüfatının inkişafında iştirak ediblər. Əlbəttə, sənayeləşmədə də onların xeyli iştirakı olub. Alman təşkilatları, böyük şirkətlər sənayinin inkişafında, misin çıxarılmasında, elektrik enerji şəbəkəsinin qurulmasında iştirak ediblər. Bir çox Almanlar Azərbaycanda yaşayıblar. Bunu ona görə xatırladıram ki, münasibətlərimizin uzun keçmişini, Almaniya ilə Azərbaycan arasında bu münasibətlərin çoxdan mövcud olduğunu bilmək vacibdir. Çox məmnunam ki, Azərbaycanda Alman dilinə və Almaniyada təhsilə böyük maraq var. Azərbaycan gəncləri Almaniyada təhsil almağa böyük maraq göstərirlər. Və hesab edirəm ki, biz məhz elmi əməkdaşlıq sahəsində əlaqələrimizi genişləndirməliyik. Bu cür mübadilədən olduqca məmnunam. Şadam ki, bir-birimizlə həmişə açıq danışa bilmişik. Həm ümumi fikrimiz olduğu mövzularda, həm mövqeyimiz fərqləndiyi məsələlərdə səmimi danışa bilmişik. Hər iki tərəf geniş söhbətlər əsnasında bir-biri ilə açıq danışıb, söhbətlər aparıb. Hazırda çox sürətli və dramatik dəyişikliklərlə səciyyələnən dünyada yaşayırıq. Cənab prezident, siz ölkələrimizi birləşdirən meyarları artıq qeyd etdiniz. Beynəlxalq hüququn qorunması, dünyanın tənzimlənən əsaslarla inkişaf etməsində marağımız da bizi birləşdirir və biz gələcək nəsillərə də düzənsiz dünyanı qoyub getmək istəmirik. Biz həmçinin strateji mövzular ətrafında fikir mübadiləsi apardıq. Eyni zamanda iqtisadi əməkdaşlıq perspektivlərimizi müzakirə etdik. Siz artıq bir neçə meyarı qeyd etdiniz. Bununla belə 2022-ci ildə Azərbaycan Almaniyada böyük rol oynayıb. Rusiyadan aldığımız qaz təchizatında dayanma baş verdiyi zaman Azərbaycan üzərinə böyük məsuliyyət götürdü. Və mən buna görə sizə çox təşəkkür edirəm. Sizin sözlərinizdən elə başa düşdüm ki, burada qaz ilə yanaşı infrastrukturun genişləndirilməsinə də ehtiyac var. Beləliklə, infrastrukturun yaxşılaşdırılması üzərində Avropada işləməliyik, çünki o hələ də kifayət həcmdə deyil. Bir sözlə, bu görüşdən sonra yeni ev tapşırıqlarımız olacaq. Çox şadam ki, Azərbaycan inkişaf edərək mühüm məkana çevrilib və buradan olduqca vacib ticarət yolları keçir. Öz növbəsində həmin amil dünyanın birləşməsinə
əsas ola bilər. Biz iqtisadi, ticari münasibətlərimiz haqqında danışdıq. Yalnız Mərkəzi Asiya ilə deyil, həm də Uzaq Şərqlə, o cümlədən Cənubi, Qərbi Asiya və Çin ilə Almaniyanın ticarət əlaqələrində ölkənizin rolu var. Bilirik ki, hazırki mövcud yolların imkanları məhduddur. Ölkənizdən keçən yollar isə üstəgəl orta dəhlizin rolu Alman iqtisadiyyatı üçün vacibdir, yaxşı perspektivdir və gələcəkdə daha maraqlı olacaq. Son illərdə cərəyan etmiş hadisələrdən sonra Cənubi Qafqaz regionunuz daha sabit bölgəyə çevriləcək. Bununla mən, cənab prezident, sizin toxunduğunuz bir məsələyə də münasibət bildirmək istəyirəm. Siz qonşu Ermənistanla sülh münasibətləri haqqında danışdınız. Sülh prosesinin çox böyük əhəmiyyəti var. Kənardan müşahidə edən bir şəxs kimi deyə bilərəm ki, bu bizə böyük təəssürat bağışlayır. Yəni, son bir il ərzində çox böyük addımlar atılıb, çox böyük irəliləyişlər olub. Hər iki tərəfə bu münasibətlə təbrik edirəm. Artıq anlaşma yaranıb. Martın 13-də sülh müqaviləsinin mətninin razılaşdırılması barədə bəyanat verildi. Bugün səhər həmin müqavilə haqqında danışanda cənab prezidentə bildirdim ki, bu anlaşma ilə ümid doğuran önəmli bir an yaranıb. Bu razılaşma əldə olunduğuna görə ümidvaram ki, vəziyyət daha da inkişaf edəcək və ondan istifadə edərək tezliklə sülh müqaviləsinin imzalanmasına gəlib çıxacaqsınız. Nəhayət, sizin regionunuzda əsl və davamlı sülh yaranacaq. Mən buna çox böyük ümid bəsləyirəm və sizi həmin anı əldən buraxmamağa çağırıram. Bütün çətinliklərə və maneələrə baxmayaraq bu yol qət edilib, xeyli addımlar atılıb və sona qədər getmək lazımdır. Bununla belə təbii olaraq kompromislər üçün cəsarət, siyasi iradə lazımdır. Nəticədə siyasi müqavilə həqiqətən həyata keçə bilər və qüvvəyə minər. Ümid edirəm ki, hər şey alınacaq və biz həmçinin kənardan bacardığımız qədər və necə mümkündürsə öz dəstəyimizi verəcəyik. Tədbirimizin sual-cavab hissəsinə keçirik. Sual vermək üçün söz verilir Almaniyanın DPA agentliyinin müxbirinə. Mein Name ist Ulrich Steinkohl, ich bin Korrespondent der Deutschen Presseagentur in Berlin. Herr Präsident Alev, Ihr Kollege in Erivan hat gesagt, die Schwierigkeiten, die es bei dem Friedensprozess gibt, seien überwindbar. Er selbst arbeitet daran. Die Schwierigkeiten scheinen darin zu bestehen, dass Ihr Land weitere Forderungen stellt. Könnten Sie mir bitte sagen, wie ernsthaft Sie diesen Friedensvertrag wirklich abschließen wollen und wie ernsthaft es Ihnen um diesen Frieden ist? Und Herr Bundespräsident, an Sie die Frage, haben Sie aus Erivan vielleicht eine Botschaft hierher nach Baku mitgebracht? Danke. Bugün söhbət əsnasında mən cənab prezidenti Azərbaycan-Ermənistan sülh prosesi ilə bağlı kifayət qədər məlumatlandırdım. Bildirdim ki, 2-ci Qarabağ müharibəsi başa çatandan sonra məhz Azərbaycan və şəxsən mən sülh danışıqlarının başlanmasının təşəbbüskar olmuşam. O vaxt nə Ermənistan, nə də ki, o vaxt hələ ki fəaliyyət göstərən ATƏT-in Minsk qrupu belə bir təklif irəli sürməmişdi. Bu təklifi Azərbaycan tərəfi vermişdi və bu özlüyündə onu göstərir ki, biz sülh müqaviləsinin bağlanmasında nə qədər maraqlıydıq. Ermənistandan hər hansı bir cavab gəlmədiyi üçün biz bu mümkün olan müqavilənin əsas prinsiplərini də ortaya qoyduq. Yadımdadır, 5 əsas prinsip irəli sürülmüşdü və bu prinsiplər əsasında müzakirələrə start verildi. Danışıqların əsas maneəsi ondan ibarət idi ki, 2024-cü ilin yanvar ayına qədər Ermənistan təkidlə sülh müqaviləsinə dırnaqarası Dağlıq Qarabağ Respublikasının taleyini salmaq istəyirdi.
Biz isə buna qətiyyən etiraz edirdik. Çünki Dağlıq Qarabağ adlı respublika yoxdur. Bu ancaq Ermənistanın hülyalarında mövcud olub. Azərbaycanın Qarabağ bölgəsi mövcuddur. Və bu bizim daxili işimiz olduğu üçün biz təbii olaraq dövlətlər arası müqaviliyə belə bir bəndin salınmasına heç vaxt razı ola bilməzdik. Ancaq 2023-cü ilin sentyabr ayında separatizmə son qoyulandan sonra Qarabağ torpağında Ermənistan bir neçə aydan sonra o təkidlə irəli sürdüyü maddəni sülh müqaviləsinin mətnindən çıxarmağa razı olmuşdur. Və faktiki olaraq real danışıqlar hardasa bir il bundan əvvəl başlamışdır. Bugünə qədər sülh müqaviləsinin mətni tam razılaşdırılıb, 17 paragrafdan ibarətdir və Azərbaycan burada hər hansı bir əlavə şərt irəli sürməyib. Bizim şərtlərimiz Ermənistan üçün bəllidir, yenilik deyil. Bu şərtləri biz uzun müddət ərzində irəli sürürük. Ancaq Ermənistandan bugünə qədər hər hansı bir ciddi cavab almamışıq. Nədən ibarətdir bu? Birinci, ATƏT-in Minsk qrupu ləğv edilməlidir. Bunun da məntiqi ondan ibarətdir ki, 1992-ci ildə yaradılmış ATƏT-in Minsk qrupunun mandatı Qarabağ münaqişəsinin həlli idi. Qarabağ münaqişəsini Azərbaycan özü həll edib, BMT nizamnaməsi əsasında və beynəlxalq hüquq çərçivəsində və konflikt həll olunduğu üçün və Ermənistan rəsmən Qarabağı Azərbaycan torpağı tanıdığı üçün ATƏT-in Minsk qrupunun de jure fəaliyyətinə heç bir əsas qalmamışdır. Onsuz da de facto bu qrup fəaliyyət göstərmir. Və Ermənistanın buna razı olmaması bizdə haqlı olaraq şübhələr doğurur. Görəsən nə üçün? Bəlkə yenə də bizə qarşı ərazi iddiası ilə Ermənistan çıxış etmək istəyir. Onların sürətli silahlanması, öldürücü silahları əldə etməsi, bu sahədə onlara əsas yardımçı olan Fransanın onları yeni provokasiyalara, təhribatlara təhrik etməsi bu şübhələri təbii olaraq artırır. Yəni bu birinci məsələdir. İkinci məsələ Ermənistanın konstitusiyası ilə bağlıdır. Ermənistan konstitusiyasında Ermənistan müstəqillik aktına istinad var. O konstitusiyanın tərkib hissəsidir. Orada isə Azərbaycanın hüquqi, tarixi ərazisinin Ermənistanla birləşməsi haqqında müddəa var. Və bu bizə qarşı açıq ərazi iddiası sayılır. Ona görə Ermənistan konstitusiyasından bu bəndin çıxarılması bizim legitim tələbimizdir. Və bu iki şərt təmin olunandan sonra sülh müqaviləsini imzalamaq üçün heç bir maneə olmayacaq. Necə deyərlər, top Ermənistanın tərəfindədir. Əgər doğrudan da Ermənistan sülh müqaviləsini imzalamaq istəyirsə, Azərbaycanın bu iki legitim şərtini qəbul etməlidir. Meine Damen und Herren, wer diesen Konflikt in den letzten 3 Jahrzehnten in seiner Entwicklung, in seinen Zuspitzen, in den opferreichen Kriegen mitverfolgt hat, der weiß, dass nach einer solchen Phase Vertrauen zwischen 2 ehemals kriegführenden Parteien nur ganz schwer wieder aufzubauen ist. Das sage ich betont als ersten Satz, weil ich nicht unterschätze, sondern die Leistung ausdrücklich anerkenne, dass man nach diesen Auseinandersetzungen zu einem Friedensvertrag gekommen ist, über dessen Text jedenfalls zum gegenwärtigen Zeitpunkt Einigung besteht. Ich hoffe, dass über die Fragen außerhalb des Friedensvertrages, über die Herr Präsident Aliyev eben gesprochen hat, dass über die Verständigung gefunden werden kann. Das kann und das darf einer dauerhaften Friedenslösung
hier zwischen Armenien und Aserbaidschan nicht im Wege stehen. Ich wiederhole, es ist ein so kraftvolles Momentum, was mit der Verständigung über den Friedensvertrag entstanden ist, dass es nicht verantwortlich wäre, dieses Momentum wieder aus der Hand zu geben. Man muss vielleicht auch noch eines in Erinnerung behalten, was unsere deutsche und europäische Erfahrung ist. Der Friedensvertrag, selbst die Implementierung eines Friedensvertrages, ist ja immer nur der erste Schritt. Bis aus einem Friedensvertrag und seiner Implementierung echte Versöhnung wird, braucht es Generationen. Das ist der viel längere Prozess, der noch vor den beiden Ländern und den Völkern in den beiden Ländern wird. Und deshalb kommt es so sehr darauf an, wenn man diese langfristige Perspektive vor Augen hat, die Augen davor nicht verschließt, dass die Versöhnung noch viele Jahre und Jahrzehnte dauern wird. Deshalb ist es umso dringlicher, dass dieser erste Schritt, die Ausverhandlung eines Friedensvertrages, die Implementierung nach Unterschrift und Ratifizierung stattfindet und die dem noch entgegenstehenden Probleme ausgeräumt werden. Ich hoffe, dass das stattfindet. Söz verilir Azərbaycanın Real TV kanalının müxbirinə. Hər ikinizi salamlayıram. Real televiziyasından Vəfa Həmzəyeva. Sualım cənab Ştaynmayerədir. Cənab Prezident, siz çıxışınızda qeyd etdiniz ki, Ermənistan və Azərbaycan arasında olan bu prosesləri, münaqişəni və indi gəldiyimiz nöqtəni izləyirdiniz və biz əminik ki, proseslərin fərqindəsiniz. Ermənistan 30 ilə yaxın bir müddətdə Azərbaycanın ərazilərində aqressiv müharibə aparıb və beynəlxalq hüquq normalarını ciddi şəkildə pozub. Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərinin 20%-ni işğal etmişdi. Və yəqin ki, hələ o dönəmdə Ermənistana qarşı sanksiyalar tətbiq olunsaydı, konflikt daha tez həlli yolunu tapardı. Necə düşünürsünüz? Qərb niyə Ermənistana qarşı konkret addımlar atmadı? Təşəkkür edirəm. Also erstens will ich sagen, herzlichen Dank für die Frage, aber Sie haben vielleicht auch meinen Ausführungen entnommen. Ich beschäftige mich in unterschiedlichen Funktionen schon ein bisschen länger mit den Konflikten im Südkaukasus und auch dem Verhältnis zwischen Armenien und Aserbaidschan. Und wenn Sie die deutsche Regierungspolitik der letzten Jahre sich anschauen, haben wir, glaube ich, ein sehr balanciertes Verhältnis gefunden, in dem wir uns sowohl mit Armenien wie Aserbaidschan beschäftigt haben und keinen der Partner vernachlässigt haben und Sensibilitäten auch nicht ignoriert haben. Und bis in die jüngsten Tage hinein können Sie feststellen, welche völkerrechtliche Auffassung wir innehaben. Und die völkerrechtliche Auffassung, die wir ja auch öffentlich kundgetan haben, ist erstens, dass wir gesagt haben, wir begrüßen die Fortschritte beim Friedensvertrag. Zweitens, unsere Haltung ist, dass die Region Karabach zum Territorium Aserbaidschans gehört. Das ist unsere Haltung und ich glaube, das ist eine Haltung, die man von aserischer Seite aus kaum kritisieren kann. Söz verilir Almanya'nın ARD telekanalının müxbirinə. Guten Tag, Silvia Stöber, ARD Tagesschau. Sehr geehrter Herr Präsident Aliyev, Sie haben die 17 Paragraphen des Friedensvertrages genannt. Können Sie bitte sagen, welche Ihnen in Aserbaidschan am wichtigsten sind? Und Herr Steinmeier, Herr Bundespräsident, Sie haben schon das Wort Versöhnung angesprochen. Das war ja die Grundlage für den Wiederaufbau Deutschlands nach dem Zweiten Weltkrieg. Können Sie da nochmal sagen, wie wichtig das war, speziell zwischen den Bevölkerungen der Staaten in Europa da aufeinander zuzugehen? Əslində belə tarixi müqavilələrdə hər bir paraqraf, hər bir bənd böyük əhəmiyyət daşıyır. Mən Prezident Ştaynmayerlə söhbət əsnasında bildirdim ki, Azərbaycan bilərəkdən bu müqaviləni çox da həddindən çox yükləmək də istəməmişdi. Ona görə çox yığcam müqavilədir, əsas prinsiplərini əhatə edir.
Və yenə də deyirəm, hər bir məsələ orada ciddi əhəmiyyət daşıyır. Bu sənəd üzərində iki ölkənin mütəxəssisləri, hüquqşünasları, Xarici İşlər Nazirliyinin nümayəndələri fəal işləyiblər və hesab edirəm ki, hər iki tərəf xoşniyyət göstərib. Əks təqdirdə bu sənəd ərsəyə gəlməzdi. Bu birinci. İkinci, Ermənistanda və bəzi qərb dairələrində Azərbaycanı müqaviləni imzalamamaqda günahlandırmaq istəyirlər. Bu da tamamilə əsassızdır. Çünki artıq qeyd etdiyim kimi, bu prosesin təşəbbüskarı Azərbaycan olub, əsas prinsipləri işləmiş Azərbaycan olub və biz xoş niyyət göstərərək bu danışıqlarda iştirak eləmişdik. Və əgər biz müqaviləni imzalamaq istəməsəydik, elə bir qeyri-real şərt qoysaqdik ki, Ermənistan onu qəbul etməzdi. O ki, qaldı bu prinsiplərin əsasında ən vacibinə, əlbəttə ki, bu Ermənistanın Azərbaycan ərazi bütövlüyünün tanımasıdır, Qarabağ daxil olmaq şərti ilə. Özü də o Ermənistan hökumətindən ki, 2019-cu ildə bu hökumətin başçısı Xankəndidə, Azərbaycan ərazisində, hara ki qanunsuz gəlmişdi, mitingdə bəyan etmişdir ki, Qarabağ Ermənistandır və nöqtə. Bugün Ermənistanı, mən bunu bir neçə dəfə demişəm, bəziləri sülh göyərçini kimi təqdim etməyə çalışırlar. Amma Ermənistan hökuməti həmən hökumətdir ki, hakimiyyətə 2018-ci ildə gələndən sonra bütün o vaxta qədər aparılmış danışıqları sıfıra bərabər etdi. Bildirdi ki, Azərbaycan dırnaq arası qanunsuz Dağlıq Qarabağ Respublikası ilə danışıqlar aparmalıdır. Bizə qarşı əsassız ərazi iddialarını nəinki aradan götürmədi, hətta öz tələblərini daha da sərtləşdirdi. Həmən, bax, bugünkü Ermənistan hökumətinin müdafiə naziri açıq demişdir ki, Ermənistan yeni ərazilər uğrunda yeni müharibəyə hazırlaşır. Yəni, indi bugünkü Ermənistan hökumətindən və onun başında duranlardan sülh göyərçini düzəltmək tamamilə yanlış və əsassızdır. Və bugün razılaşdırılmış mətn onu göstərir ki, Ermənistan məcburən bu sülh müqaviləsinə imza atır. Çünki döyüş meydanında əldə etdiyimiz qələbə, ondan sonra siyasi müstəvidə Azərbaycan mövqeyinin üstünlük təşkil etməsi, Ermənistanın arxasında duran bəzi Avropa ölkələrinin səylərinə rəğmən, nə BMT Təhlükəsizlik Şurası, nə Avropa İttifaqı Azərbaycana qarşı hər hansı bir məhdudlaşdırıcı ölçü götürmədiyi üçün bugün Ermənistan məcbur olub Qarabağı Azərbaycan ərazisi kimi tanıyır. Ona görə bu bəndlər arasında təbii olaraq məhz budur və Qarabağ Ermənistandır və nöqtə deyən bir adam bugün Qarabağ Azərbaycandır deyir. Hesab edirəm ki, bu gözəl bir təkamül prosesidir və bunu biz alqışlayırıq. Ja, mit einigen Sätzen noch zu der an mich gerichteten Frage, wie Versöhnungsarbeit geleistet werden kann, wie sie überhaupt initiiert werden kann. Ich glaube, es gibt dafür kein Rezept, es gibt keine Blaupause, wie man so etwas beginnt. Fest steht nur, neues Vertrauen entsteht, nachdem man Krieg miteinander geführt hat, nicht von heute auf morgen, sondern muss langsam und behutsam aufgebaut werden. Vielleicht antworte ich am besten mit einem Beispiel aus Europa. Ihr den deutschen Journalisten aller bekannter Kollege Ulrich Wickert hat gerade ein Buch über die Geschichte der deutsch-französischen Beziehungen geschrieben und schreibt darin, dass in den letzten 400 Jahren Deutschland und Frankreich 23 Kriege gegeneinander geführt haben. Dazu die 3 letzten besonders opferreichen nach 1870, nach 1914
und nach 1939. Deutschland und Frankreich waren so erbitterte Gegner, dass man in deutschen Geschichtsbüchern, in älteren Geschichtsbüchern noch lesen kann, dass Frankreich der Erzfeind Deutschlands gewesen sei. Es war also überhaupt nicht zu erwarten, dass aus dieser historischen Entwicklung mit Kriegen und Opfern jemals eine freundschaftliche Beziehung und sogar enge Freundschaft zwischen den beiden Staaten und den beiden Völkern herrschen würde, entstehen würde. Es ist Mut und der politische Wille auf beiden Seiten gewesen, eine Vergangenheit hinter sich zu lassen und gemeinsam einer besseren Zukunft entgegenzusehen. Und ich glaube, in jeder Region der Welt, auch in dieser, gibt es grenzüberschreitend einen Wunsch nach einer besseren, nach einer friedlicheren Zukunft. In diese Richtung, finde ich, muss Politik arbeiten. Söz verilir Azərbaycanın A-News telekanalının müxbirinə. A News TV station. Thanks to both presidents. And my question is addressed to President Steinmeier. Currently, former leaders of the separatist puppet regime created by Armenia inside Azerbaijan, in Azerbaijan's Karabakh region, are on trial in Baku. In their testimonies, they have admitted that bombardment of Azerbaijani cities and villages, which resulted in the deaths of more than 100 civilians, were carried out under the direct orders of Armenia's political leadership, and namely Armenian Prime Minister Nikol Pashinyan. Bearing in mind all of this as grave war crimes, the question is why no sanctions were imposed by the European Union and its institutions on Armenia and on its political leadership. Thank you. Ich glaube, das ist die Wiederholung der ersten Frage, die wir schon hatten. Wenn ich die deutsche auswärtige Politik betrachte, die ich seit einigen Jahren mindestens begleite, in vielen Jahren auch selbst verantwortet habe, so kann ich für mich und für uns nur sagen, dass wir den unfriedlichen Zustand nie hingenommen haben, dass wir territoriale Ansprüche des einen auf den anderen Staat nicht befürwortet haben, sondern wir gehen davon aus, dass international anerkannte Grenzen auch gelten und beachtet werden. Und insofern kann ich für die deutsche Position nur sagen, dass wir uns und unserer Linie treu geblieben sind in diesen letzten Jahren und hoffe, dass das auch hier verstanden wird in der Region. Wir wollen, dass aus den Jahren der Unfriedlichkeit im Verhältnis von zwei Staaten nebeneinander eine Zukunft entsteht, in der Stabilität von Armenien, Aserbaidschan für die gesamte Region des südlichen Kaukasus ausgeht. Das würde, glaube ich, ein Gewinn für alle Seiten sein.